Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salli ala Muhammed və Muhammed. Qardaşlar, sizə 618-dən danışmaq istəyirəm. Altın oran riyaziyyatın qızıl qaydası. 1.618 riyaziyyatın qızıl qaydası sayılan türklərdə altın oran deyirlər. İndi məsələ odur ki, Da Vinci'nin nəzərində, rəssamların nəzərində bu gözəllikdir. Gözəlliyin simvoludur. İndi Quran-ı Kərimdə isə buna işarə var. Bu nə işarədir? Deməli, bir qardaşımız tapıb, mən onu deməli YouTube-dan görmüşəm, çox gözəl bir şey kəşf edib ki, deməli, Bismillah kəlməsi altın oranın, riyaziyyatın qızıl qaydasının rəqəmləri işlənir orada. Yəni, 618 idi, 618 gəlməsə də Bismillahdə 168 gəlir, 168. 168 nədir? Yəni, Bismillah kəlməsinə rəqəmlə baxsaq, bə 2-dir, sin 60-dır, mim 40-dır, elədir 102. Allah kəlməsi isə 66-dır. Əlif 1, ləm 30, ləm 30, hə 5. Neçə elədir? Cəmi 66 topla 102 elədir 168. İndi baxa, Bismillah ilə qurtarmır. Bismillahirrahmanirrahim deyilir də. Ər-Rahmanir-Rahim kəlməsində, yəni Bismillahdən sonra Ər-Rahmanir-Rahim kəlməsini hesablayırıq. O da gəlir 618-ə. Yəni, riyaziyyatın qızıl qaydası altın oranı. Çox gözəl bir şey kəşf edib. İndi məsələ budur ki, indi bunu məsələn hesablayayım sizə. Əlif 1-dir, ləm 30-dur, ra 200-dür, ha 8-dir, mim 40-dır, nun 50-dir. Yenə Ər-Rəhim kəlməsində əlif 1, ləm 30, ra 200, ha 8, yə 10, mim 40. Elədir 618. Çox gözəl qeyd edir ki, Ər-Rahmanir-Rahim 618-dir. Bismillah isə 618 olmasa da eyni 168 rəqəmləri, 618-in rəqəmləri işlənir. İndi burada bir məsələ var ki, mən də baxdım ki, görüm nələr tapa bilərəm 618-ə aid din üzrə. Deməli, qardaşlar, Lə həvlə və la quvvətə illə billəh kəlməsindəki Lə həvlə və la quvvətə kəlməsi, Lə həvlə və la quvvətə nə deməkdir? Hövl və quvvət, güc və quvvət yoxdur. Lə həvlə yoxdur hövl, və lə quvvətə quvvət yoxdur. Sonra deyir ki, illə billəh Allahdan başqa. Deməli, hövl və quvvət, güc və quvvət yoxdur kəlməsi 618-dir. Niyə? Ləm 30-dur, əlif 1-dir, ha 8-dir, vav 6-dır, ləm 30-dur, vav 6-dır, ləm 30-dur, əlif 1-dir, qaf hərfi 100-dür, vav 6-dır, təmərbutə 400-dür. Fikir verin, Lə həvlə və la quvvətə illə billəh kəlməsi də dində əsas sütunlardan, əsas kəlmələrdən sayılır. Sonra baxdım ki, deməli, Lə iləhə illəllah Muhammedur Rasulullah kəlməsi, bu da 618-ə gəlir. Amma necə? Məsələn, ləm 30, əlif 1, əlif yenə 1, ləm 30, hə 5, əlif 1, ləm 30, buradakı əlif 1, sonra ləm yenə 30, əlif yenə 1, ləm yenə 30 və hə 5. Bunun rəqəmləri hesablasaz, məsələn, mim 40, ha 8, mim 40, dəl 4, ra 200, sin 60, vav 6, ləm 30, əlif 1, ləm 30, ləm 30, hə 5. Eləyir 619. Amma biz Lə iləhə illallah Muhammedur Rasulullah kəlməsində, bax, bu əlifi oxumasaq eləyir 618. Siz də deyərsiniz ki, nə üçün oxumadım bunu? 619 gəlmişdir də. Zaten 619 daha mənalıdır. Nə üçün? Çünki 618 və orada müxtəlif yenə rəqəmlər var. Az bir, məsələn, altın oranda 618 tam gəlmir. 618 və orada 40 rəqəmlər olur. Yəni 619 gəlməyə də əslində 618 deməkdir. Və
La ilahe illallah Muhammedun Resulullah sallallahu aleyhi və səlləm nə kəlmədir? Gözəl kəlmədir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, kim ki gözəl sözləri təsdiq eləsə ona yüngülü yüngülləşdirərəm. Kim təsdiq eləməsə ağrı yüngülləşdirərəm. Gözəl sözləri təsdiq eləmək. La ilahe illallah Muhammed Resulullah gəldi 618 və ya 619-a ki, əslində 618 ilə 19 eynidir. Çünki bayaq izah elədim. Amma burada bunu təcvid qaydasını oxuyanda la ilahə illallah kəlməsində bax yeganə bu hərf ki var ha, bu əlf hərfi. Əlf hərfi əslində uzadılmalı idi. La ilahə illə olmalı idi. İllə sonra Allah olmalı idi. Amma təcvid qaydası imkan vermədi ki, uzadılsın. Sanki bu buradan kəsildi, götürüldü. Fikir verin, fəlsəfi baxanda illə olub uzadılmalı idi. Hərif imməd idi. Amma Allah kəlməsi gəldiyinə görə artıq illə deyə bilmərik. İlləllah tez keçilir. La ilahə illallah tez keçilir. Tabi uzadılmır. Biz də ona görə biri buradan çıxarsaq, oxumasaq eləyir 618. Amma bunu 619 olaraq da hesablasaq, nə olur? Həzrəti Xədicənin, Həzrəti Peyğəmbərin ilk qadını, anamız Həzrəti Xədicənin, Allahın rəhməti səlamına olsun, ölümü 619'da ölüb. Ya Həzrəti Peyğəmbərin əmsi Əbu Talibin ki, Allah ondan razı olsun, Allah onun yerin cənnət eləsin, sözsüz ki, cənnətlikdir, səlam olsun Əbu Talibə. O da 619'da ölüb, dünyadan gedib. Fikir verin və İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, o əbcət hesabı ilə iman gətirdi. Fikir verin, əbcət hesabı. Yəni, əbcət hesabı nədir? Gizli. Hərf baxırsan, hərfdə əslində rəqəmdir. Həm də sayı hesabı çox olan, yəni çox böyük imanla. İki mənası var. İndi fikir verin, deməli, biz 618'i kim ki gözəl sözləri təsdiq eləsə onu yüngülləşdirərəm və gözəl sözlərdən nədir? Alimlərimiz buyurur ki, la ilahə illallah Muhammed Resulullah, onun əhli beytinə salavat və səlam olsun. İndi bayaq Bismillahirrahmanirrahimdən sizə demişdim ki, Bismillahirrahmanirrahim nə idi? Həm 618 idi, bax bu, həm 618 idi Ər-Rəhmanir-Rəhim, Bismillah isə 168 idi. İndi Bismillahirrahmanirrahimə gəlin başqa cür baxaq. Necə? Bismillahirrahmanirrahimi yazmışam, oxunan hərflər oxuyaq və özdə isimləri. Məsələn, B hərfi isim deyil, hərfi cərb oxumayaq. Sin hərfi 60'dır, mim hərfi 40'dır. Allah kəlməsə ləm oxunur, hə oxunur, ləm 30, hə 5. Ər-Rəhman kəlməsində ra 200, ha 8, mim 40, nun 50. Ər-Rəhim kəlməsində ra 200, ha 8, mim 40. Eləyir 681. Fikir verin, 681 elədi. Lə hövlə və la qüvvətə kəlməsi 618. Bu da 681 kəlmələri gəldi. Yəni, Bismillahirrahmanirrahimdə oxunan hərfləri oxusaq, amma B hərfini oxumasaq ki, sən hərfi cərsən, sən oxumuram, isimləri oxuyuram, yenə 618 gəlir. Və İmam Hüseyin əleyhissalam gözəlçə, Hüseyin nə deməkdir? Gözəlçə. Həsən gözəldir, Hüseyin gözəlçədir, yəni balaca gözəl. Yenə gözəllik var. 618 nə idi? Gözəlliyin simvolu. İndi məsələ budur ki, İmam Hüseyin əleyhissalam da 681'dədir şəhadəti. Deyərsiniz, yox, 680'dədir. 680 oktyabr ayının 10'unda şəhid olur. Amma 680 oktyabr ayının 10'una qədər sağ idi imam. Nə zamandan artıq aramızda yoxdur, tamamilə şəhid sayılır. 681'in tamamından və 681'dən sonra gələn bütün illəri. Fikir verin, deməli İmam Hüseyin əleyhissalam həm 680'də şəhiddir, buradan hesablaya bilərik, həm də 681'dən. İndi məsələ budur ki, fikir verin, adı da Hüseyindir. Hüseyin, yəni gözəlçə, gözəl sözüdür. 618 rəqəminə gəldi 681.
Yəni 618 gəlməsə də 681 rəqəmi gəldi. Və Həzrəti Zeynəb xanım da buyurur ki, Allahın səlamı olsun ona, buyurur ki, mən Kəlbəlada gözəllikdən başqa bir şey görmədim. Kəlbəla hadisəsinin baş verməsi nə zaman baş verdi? 680-in 10-cu ayında. 68010 10-cu ayında, oktyabrda. Hətta 10-cu ayın 10-da. Yenə 681 rəqəmlərini görürük ancaq. Mən Kəlbəlada gözəllikdən başqa bir şey görmədim. Sözsüz ki, o deyəndə məqsədi əbcəd deyildi, başqa şeydir. Və əlavə, Həzrəti Peyğəmbərimiz bizə 2 miras qoyur. Mən sizə 2 miras qoyuram, qiyamətə qədər bir-birindən ayrılmaz. Bundan yapışın, yapışmasa zəlalətə düşərsiniz. Allahın Quranı və Əhl-i Beytim. Əhl-i Beyt neçə nəfərdir? Peyğəmbər daxil olmaqla 14 nəfər. Peyğəmbər 12 imam, Həzrəti Fatimə 14. İndi 14-ün üstünə 604 qoysaq neçə eləyər? 604 qoysaq eləyək ki, 618. 604 nədir? Bu saat yer kürəsində olan bütün Quran-ı Kərimlər 604 vərəqdir. Yəni, baxa bilərsiniz, bütün Quran-ı Kərimlər 604 vərəqdir. 604-ün də üstünə biz əgər 14 qoyanda 618. Fikir verin yenə 6, 1, 8, 618 rəqəmləri ilə qarşılaşırıq. Yəni, bunlar heç də elə belə təsadüfən deyil. İndi məsələ bu nədir? Keçdi ən əsas məsələyə. Deməli, əlif, ləm, mim. Quran-ı Kərim açanda Fatihədən sonra ilk gələn Bismillahirrahmanirrahimdən sonra gəl əlif, ləm, mim. Əlif, ləm, mimi açsaq 618-i görəcəyik. Necə? Gəl açaq, əlif, ləm, mimi açaq. Əlifi yazaq belə. Əlif, ləm, fə, əlifin adı. Sonra əlif, ləm dedik axı. Ləm, əlif, mim. Yəni, əlifdən sonra ləm gəldi. Sonra mim hərfini açaq. Mim, yə, mim. Yəni, hərflərin adını yazdıq. Əlif, ləm, mim. Və bunları əlifba sırasını hesablayaq. Əlif 1-dir, ləm 23-cü hərfdir, fə 20-ci hərfdir, ləm yenə 23-cü hərfdir, əlif 1-ci hərfdir, mim 24-cü hərfdir. Bu bir mimə baxaq. Mim yenə 24-cü hərfdir, yə 28-ci hərfdir, mim 24-cü hərfdir. Neçə elədir? 168. Deməli, fikir verin, yenə müqattə hərflər olan mənasını Allah və Əhl-i Beytindən başqa heç kəsin bilmədiyi rəqəmsal sistem olan əlif, ləm, mim yenə əgər əlifba sırası ilə hesablasaq, açıb baxsaq 168 rəqəmi ilə qarşılaşırıq və bu da nə deməkdir? Yəni 618, 681 rəqəmləri İslam dininin çox əhəmiyyətli sistemlərindədir. La iləhə illallah kəlməsində, la hövlə və la qüvvətə kəlməsində, ondan sonra Bismillahirrahmanirrahim kəlməsində, İmam Hüseynin şəhadətində 680-in oktyabrın 10-da 680 oktyabr 10 necə görsənir? 680, 1, 0, yenə 1. Fikir verin, yəni 168 rəqəmi görsənir. Və bunlar da odur ki, həqiqətən Quran-ı Kərim, Əhl-i Beyt hamısı rəqəmlər olaraq bir möcüzə içindədir, bir rəqəmsal sistemin içindədir.